başqa bir çirkin iz itirmək və səhv məlumat paylaşmaq, manipulyasiya xarakterli qurulmuş çirkin bir oyun haqqında da danışmaq istəyirəm. Bir müddət bundan öncə, xeyli müddət bundan öncə mən bir nəfərlə tanış oldum. Adı İsmail bəydir. İsmail bəy Port Stream şirkətində işləyir. Bundan müəyyən bir işlər də gördük biz. Şuvalan ərazisində. İsmail müəllim çox gözəl bir insandır. İsmail bəy. Port Stream qeyd edək. Bu onun hər iki nömrəsidir İsmail bəyin. Digər nömrəsinə də baxaq. Port Stream və mənim bu şəxslə yazışmalarım da var. İsmail bəylə tanış olduqdan sonra bizim bu Vahabi xüsusi xidmət orqanı əməkdaşı öz Vahabi əlaltısı Musa'nın əli ilə belə bir çirkin oyun qurdu. Oyun da bundan ibarət ki, Mərahimi Şəhruz mənim yanımdan uzaqlaşdı. Belə bir oyun quruldu. Şəhruz mənim yanımdan uzaqlaşdı. Bu gördüyünüz şəxs Şəhruzdur, mənim yanımda işləyirdi. Bandatel tərəfindən yanımdan uzaqlaşdırıldı. Və oyuna qoşuldu bizim Şuvalanda qalan Anargil. Şuvalan. Mən bu obyektdə olmuşam, Şuvalan Anar bəylə yazışmalarımdır. Musa Prarab və s. Axır bu Vahabi Musa iz itirmək məqsədi ilə mənim yanıma yerləşdirildi. Deməli, Anar Şuvalanın qardaşı. Mən bundan danışmışam və s. Axır. Deməli, Anar Şuvalanın qardaşı. Bu Anarın qardaşıdır. İş olmadığına görə bir müddət Mərahimi Şəhruz mənim yanımdan uzaqlaşdırdığına görə mən də artıq bütün dostlarım hamısı təzyiqlərə məruz qaldığına görə mən də məcbur qaldım ki, bir nəfərdən fəhlə köməyi tələb edeyim ki, buna görə də İsmail müəllimin əli ilə Şuvalanın ərazisində mənə bir iş verildi. Onunla paralel olaraq Şuvalanın ərazisində də başqa bir işdə görürdüm mən. Orada təsadüfən Anarı, bu şəxsin qardaşını mənim yanıma görüşdürdülər orada. Anarla təbii ki, nömrə aldıq, nömrələr dəyişdik və s. Axır. Sonra Anarın qardaşı mənim yanıma yerləşdiriləndən sonra bir fəhlə kimi qardaşı başladı mənə axmaq-axmaq, giz-giz əhvalatlar danışmağa TTX haqqında. Hansı ki, elə bir adamın ümumiyyətlə xüsusi xidmət orqanı barədə məlumatı ola bilməz. Əhvalata görə güya TTX adi insanlardan heç nə istəmir və s. ilaxır. Heç vaxt ola bilməz ki, TTX adi bir insanı incitsin və s. ilaxır. Güya ki, Anarın qardaşının özünü də nə vaxtsa TTX harası dəvət edib və s. ilaxır. Bu çirkin oyunu qurmaqda xüsusi xidmət orqanının əməkdaşı ilk növbədə məni tutturmağının öz digər 2016-cı il səfərəmizdə, 2016-cı ildə başqa bir Vahabi qardaşı əlaltısı daha doğrusu Cəlalın əli ilə, Nəsimi hakiminin əli ilə, Nəsimi məhkəməsinin əli ilə, Nəsimi müstəntiqinin və baş vəkilinin əli ilə tutulmağının güya ki, izini itirməyə çalışır. Bu xüsusi xidmət orqanının Vahabi tulası bir növ o qədər axmaq, o qədər öyrəşib ki, bu dini manipulyasiyalara, radikal manipulyasiyalara və düşünün ki, mənə qarşı etdiyi bu manipulyasiya xarakterli oyunlar onda baş tutacaq. Təbii ki, baş tutmayacaq. Mənim bu Azərbaycan dövlətinə qarşı yaradılmış cinayətkar dəstəklə, hansına ki, aiddir, NZS-in direktorunun oğludur, onun qardaşı oğludur, Kənan Hacıyevdir, İbrahimdir, xüsusi xidmət orqanında oturan ləyaqətsizdir, Orxandır və digər şəxslərdir. Bunlarla məhz tanışdığım da belə baş verib və bu insanların Azərbaycan dövlətinə qarşı olan mövqeləri də mənə aşkar şəkildə məlumdur. Və daha sonra bu şəxslər bizim dəyərli generalımız Əbülfət Rızayevin adına saxta sənəd də düzəltdilər. Həmən saxta sənəddə də Baş Kiber Cinayətkar Mübarizə İdarəsi barədə məlumatlar var. Hansılar ki, elə bir idarə ümumiyyətlə mövcud deyil. Bu idarənin yaradılmasında əsas səbəblərdən biri məndən məlumat toplamaq, məndən toplanılan məlumat əsnasında əks həmlələr, iz itirmə həmlələri eləmək, həmən yalançı idarənin qurulmağında və yaradılmasında məhz rüşvətxor 102 xidmətinin əməkdaşları oturub, oranın rəisi oturub, 102-nin rəisi başda durmaqla və mənə qarşı törədilən bütün cinayətlərin izini itirilməyində 102 xidmətinin əməkdaşlarının böyük bir əli var. Təbii ki, bu böyük bir əli var.
və hal-hazırda qıraqdan, yandan, bucaqdan fake iz itirmək xarakterli mənə məlumatlar ötürməklə güya ki öz aləmlərində öz törətdiyi əsas cinayətlərin izini itirmək istəyirlər. Buna aiddir narkotik dövriyyəsi. Hansı ki bu cinayətkar dəstənin başında durmuşdur şeyxin oğlu Allah Şübharzadənin oğlu Məhəmməd Paşazadə. Narkotik vasitələri İrandan gətirirdilər. Kənan Hacıyevin əli ilə fake səhifələr yaradılırdı, İranlı səhifələri. Zakladka deyilən növlə narkotik satırdılar. Əlavə olaraq daha öncə göstərdiyim video görüntülərdə necə ki sosial şəbəkələrə dövlət müqaviləsinin əsnasında Google-la Azərbaycan dövlətinin müqaviləsi olduğuna görə öz qurbanlarına Kapital Bank dələduzluğunu həyata keçirirdilər, Azərpost dələduzluğunu həyata keçirirdilər. Pnevmatik, travmatik silahların satışını həyata keçirirdilər. Məni susturmaq məqsədi ilə öz çirkin oyunlarına Abdalov Rauf əmim alçağı oyunlarına bahis elədilər. Digər çirkin oyunları isə bundan ibarət idi ki, mənim atama söz verildi ki, onun dələduz qızını, hansı ki cəmaatı basyanı, pul atır və s. laxır, məni sustursunlar, öz cinayətlərinin böyük bir hissəsinin izini itirsinlər. Məni qonlarıma və yalancı mövcud olmayan idarəyə istiqamətləndirməklə atama söz verildi ki, sənin qızını türmədən çıxardacaq, təkməzi sussun. Atama Abdulov İlyas 1958 təvəllüdlü İlyasa mobil telefon verildi. Hansımı ki, mən bu mobil telefonunu Masazır ərazisində mən yaşadığım evdə padvalda saxlayırdılar. Hər dəfəsində uşaqları dərsdən götürməyə gedəndə atam telefonu cibinə qoyub müəyyən insanlarla kontakta çıxırdı və məktəbin həyətində həmən şəxslə görüşüb müəyyən müzakirələr aparırdı ki, öz tərbiyəsiz, dələduz qızını türmədən çıxartsın. Mənim həyatımı qurban vermək şərti ilə. Buna görə mən təbii ki, mənim üçün biraz kədərli, qəmli bir vəziyyətdir ki, mənim atam belə bir alçaqdır. Mənim atam Daxili İşlər Naziri generalından saxta sənəddə əli var. Nə eləmək olar, bu mənim günahım deyil. Bu xüsusi xidmət orqanında oturan bu Vahabi tumundan əmələ gəlmiş, bu ləyaqətsiz. Yəni bu adam pula görə hər bir şeyə hazırdır. Hətta Daxili İşlər Naziri generalına belə şər atmağa hazırdır. Yəni bunlar xəstədirlər. Bunlar ruhan xəstədirlər. Bu da ki, təbii ki, onların təriqətçiliyindən və Vahabiliyindən əmələ gələn bir aspekt halıdır. Bundan öncə də yerləşdiyim ərazi barədə məlumat vermişəm. Hansı ki, həmən əraziyə mənə əslən Sabirabaddan olan Targov istiqamətində Mimri Xırdavat işlədən Orxanın əli ilə, Vahabi Musanın əli ilə, Vasifin əli ilə, onların qohumu, hansı ki, Əcəmdə qalırdı və s. şəxslər var idi burada. Onlardan rüşvət almaqla və istirmək məqsədi ilə məni bizim məşhur avtoritet özünü hesab edən 11-ci kolonda cəhət çəkmə müəssisəsində İlqarə ləqəbi ilə tanınan ərazisinə yerləşdirdilər. O da ki, həmin Rəsulzadə qəsəbəsi idi ki, hansı ki, mən video görüntüdə onu qeyd etmişəm. Bu şəxslər Azərbaycan dövlətinin, Azərbaycan hakimiyyətinin birbaşa olaraq düşmənləridirlər və dövlət daxilində özlərinə kiçik bir dövlət yaradıblar. Sistem də həddindən artıq sadədir. Misal üçün, şikayət gedir prezident aparatına, məndə maillərdə var. Şikayət misal üçün gedir prezident aparatına. Ad problemi. Prezident aparatına şikayət gedəndə heç kim şikayətə baxmır. Çünki prezident aparatının polkovnik vəzifəsində oturan şəxs, hansı ki, Nazim adında narkomanın qardaşıdır, himayədarlıq və birbaşa havadarlıqla məşğuldur. Şikayət gedir insan hüquqlarına. İnsan hüquqlarındakı şəxs Aydın Şəfxanlı adlı rüşvətxordur. Və bu şəxslərin cinayətlərini gizlətmək məqsədi rüşvət alıb susur. Və insan hüquqları Ombudsman idarəsi olaraq heç bir tədbir görmür. Şikayət gedir 102 xidmətdə. 102 xidməti məlum məsələ ki, rüşvət içərisindədir. Bu cinayətkar dəstənin birbaşa olaraq cinayətlərin izinin itirilməyinə dəstəkdir. Şikayət gedir xüsusi xidmət orqanına, DTX adlanan quruma, Dövlət Təhlükəsizlik Xidmətinə. Dövlət Təhlükəsizlik Xidməti ənənəvi olaraq bizim bu Əbdülvahab və Vahabi qardaşlarına idarə edən bu şizofren, radikal, orada oturduğuna görə heç bir tədbir görülmür. Yəni, şikayət də gedir banditizmə, banditizmin iki əməkdaşı, Kənan Hacıyevlə baş əməliyyatçı İbrahim, həmən cinayətkar dəstəni məhz yaradan şəxslərdən biridirlər. Hansı ki, öz növbəsində əməliyyatları keçirən cinayətkarları taparaq, onlarla mübarizə aparmaq əvəzinə, narkomanları və kiber cinayətkarlara süni yolla
cinayət törətdirib öz cinayətkar dəstələrinə üzv eləyirlər, özlərinin öz kölələrinə, qullarına çevirirlər. Bu şəxslər Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin və dəyərli Mehriban xanımın bir nömrəli düşmənləridirlər və düşmənli olaraq da qalacaqlar. Və Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərinin hamısını bir çox hallarda narkomanların vasitəsilə eləyirdilər, narkotik vasitəsizliyi. Buna aid Təhsil Nazirinin süni bal artımı, hansı ki həyasızcasına Instagramda, sosial şəbəkələrdə satış ilə məşğul idilər. Buna aid WhatsApp yazışmalarının satışı və digər cinayətlər. Hansılar ki, məşhur Kapital Bank dələduzluğu 2022-ci ilə qədər davam edirdi. Azərpost dələduzluğu, dövlət müqaviləsi, sosial şəbəkələrlə dövlət müqaviləsi olmağından istifadə eləyərək bu şəxslər primitiv və travmatik silahların dalverinə məşğul idilər. İstənilən şəxsi, istənilən vətəndaşı izini itirmək məqsədi ilə istənilən sosial şəbəkəsini idarə edə bilirlər. Bir növ istiqamətləndirə bilirlər. Və çox əfsuslar olsun ki, bizim dəyərli generalımız, general-mayor Əbülfət Rızayevin bundan xəbəri yoxdur. Və general Əbülfət Rızayevə artıq 4-cü dəfədə şər böhtan atıldı. O da şər böhtan atıldı Vasifin əli ilə. Atmışam onu bloka, təbii ki. Bu Vasifin şeydir, bu Vasifin qohumu Əlidir, onunla bir evdə qalırdı. Bu iki şəxs Vasifin evində qalmışıq, biz müddət mən özümdə qalmışam. Atam saxta sənəd düzəldəndə ona göndərdiyim şəkillərdir və s. Deməli, Vasifin özü Əli ilə bir yerdə artıq 4-cü dəfədir ki, bandatlarla əməkdaşı ilə əlbir olaraq Əbülfət Rızayevin ailəsinə və özünə şər böhtan atdı. Və atılan şər böhtana məni ikna eləmək üçün, məni inandırmaq üçün təzədən sosial şəbəkələrə müdaxilələr olundu. Güya ki, Əbülfət Rızayevi güllələyiblər. Güya General Rızayevin kimsə düşmənçiliyi var və s. İlaxır belə bir şərlər, böhtanlar oldu. Və əlavə olaraq bildirdilər ki, General Rızayev Azərbaycanda ən pis insandır, belədir, elədir, falandır, bəsimkandır. Təbii ki, Vasiflə Əli, onun qohumu bu addım atmaqda əsas məqsədləri Orxan adında qohumlarının oyundan çıxartmaq olub. Hansı ki, mən bir daha qeyd edirəm ki, Targov ərazisində Mimik Xırdabadda işləyir. Hansı ki, bandatlerin bir əlaltısı var, Pərviz. Targov ərazisində küçə alveri ilə məşğuldur. Və həmən Pərviz idi ki, bizim dəyərli Mehriban xanımın ailəsinə şər böhtan atmışdı. Dəyərli Mehriban xanımın ailəsinə çox ağır bir şər böhtan atmışdı və bildirmiş ki, onun yaxını hansısa bir transseksualdır. Bu da təbii ki, məlum məsələdir ki, bundan əvvəlki video görüntülərdə görünən kimi, necə ki, bu şəxslər xarici vətəndaşların əli ilə Azərbaycan dövləti daxilində kiber cinayətkarlığı həyata keçirdilərsə, həmən senari ilə, həmən cinayət izi ilə Mehriban xanıma, möhtərəm prezidentimizə və onun ailəsi olan nifrətlərini də bu yolla nümayiş edirlər həyasızcasına. Daimi olaraq Mehriban xanımı kimlər tərəfini saxlayır, prezident kimlər tərəfini saxlayırlar. Onlar izlənilir, onların kommentariyaları oxunulur. Və Mehriban xanımın, bizim dəyərli Leyla xanımın, prezidentin ünvanına bir çox şərlər, böhtanlar atılır. Çox əfsuslar olsun ki, onların bir çoxları məndə qalmayıb. Məsələ mənə dəlixanaya ona görə yerləşdirdilər ki, məndə olan məlumatlar izi itirilsin və bu məlumatlar bir növdə belə deyək də lazımi qurumlara gedib çatmasın. Bu şəxslərin havadarı, bu cinayətkar dəstənin əsas havadarlarının biri prokurorluğun əməkdaşıdır. Yusif adında alfonsluq həyatı yaşayan bir şəxsin həyat yoldaşının qardaşıdır və prokurorluğun əməkdaşıdır. Hansı ki, öz növbəsində 2024-cü ildə də, səhv eləmirəmsə, məni orada bir Tahir adında bir dizaynerlə özünü qələmə verən bir xanımla tanış eləmək istədilər və s. axır. Yəni belə bu çirkin oyunlar hələ də davam eləməkdədir. Mən sadəcə olaraq bu Azərbaycan Respublikasının əleyhinə qəsdən, qərəzli surətdə yaradılmış cinayətkar qrupirovka ilə bağlı hələ də bizim dəyərli generalımız, general-mayor Əbülfət Rızayevdən tədbir görməyini gözləyirəm. Çox əfsuslar olsun ki, bizim dəyərli generalımız Əbülfət Rızayevə şəxsi heyəti zərrə qədər də olsun hörmət qoymur. Zərrə qədər olsun, nə cənab nazir Vilayət Tevfuzova hörmət qoyulur, nə general Əbülfət Rızayevə hörmət qoyulur. Heç bir hörmət, heç bir halda qoyulmur. Halbuki, mən general Əbülfət Rızayev barədə olan bəzi məlumatlarım var, hansı ki, bütün məlumatlar müsbət məlumatlardır və həmin məlumatlara əsasən bildirmək istəyirəm ki, general Əbülfət Rızayev bu şəxslərin qələmə verdiyi kimi pis bir insan deyil, çox gözəl bir insandır, yüksək əxlaqa, yüksək tərbiyə malik olan bir insandır.
Çox qəlbi təmiz bir insandır və Azərbaycan generalı adını layiqincə, şərəfincə daşıyan bir şəxsdir. Çox əfsuslar olsun ki, mən təəssüflü hissi ilə bildirirəm ki, mənim general-mayor Əbülfət Rızayeva qarşı olan hörmətimi və rəğbətimi onun şəxsi heyəti ona qarşı bəsləmirlər. Öz rəislərinə qarşı çox neqativ mövqeyidədirlər. Öz dövlətlərinə qarşı çox neqativ mövqeyidədirlər. Mən hesab edirəm ki, dövlətə qarşı olan neqativ mövqeyidə olmağına əsas səbəb bu şəxslərin mütəmadi olaraq xarici vətəndaşlarla əlbir olmaqlarına görədir. Necə ki, bunlar Kapital Bank, Azərpoç və digər dövlət üzvləri, həmçinin də dövlətin lehinə olan, dövlətini sevən şəxslərin söylüb tənqid eləməyində xarici şəxslərdən istifadə edirlərsə, böyük ehtimal, mən ehtimal edirəm ki, və içimdə böyük bir qorxu hissi var ki, Azərbaycan dövlət daxilində strateji əhəmiyyətli obyektlərin də yerləşmə planlarını da bu adamlar paylaşa bilərlər. Bir şəxs ki, öz vətəndaşının Kapital Bank hesabını xaricə göndərməklə dələduzluq edirsə, belə bir vətəndaşdan, belə bir, ümumiyyətlə biləsiniz, vətəndaş da demək olmaz, belə bir şəxsdən hər cürə çirkin əməl gözləmək olar. Mənim bu adamlar tərəfindən başıma açılmayan oyun qalmayıb. Allah bu vahabilərə lənət eləsin ilk növbədə. Valla, mən çox gözəl xatırlayıram. 2006-cı ilin sonları, 2007-ci ilin əvvəllərində keçmiş sabiq nazir Eldar Mahmudovun verdiyi əmrə əsasən bütün hüquq mühafizə orqanlarında və Müdafiə Nazirliyi nəzdində heç bir halda təriqətçilərə icazə verilmirdi ki, təriqət əsnasında hərəkət eləsinlər. Mən səhv xatırlamıramsa 2012-ci və 13-cü ilə qədər bu əmr qüvvədə idi. Və hal-hazırki vəziyyətdə bu baş vermiş təxribat, daxili təxribat, Azərbaycan dövlətinin daxili düşmənlərinin əməlləri sübut edir ki, Eldar Mahmudovun verdiyi əmr çox düzgün bir əmr idi. Həqiqətən də hüquq mühafizə orqanlarında, ələxüsus da xüsusi xidmət orqanı əməkdaşları arasında təriqətə yer yoxdur. Və bunun da nəticələri göz qabağındadır. Bu adamlar, təriqətçilər, İslam altında, İslamofobiya altında, radikalizm altında törətmədiyi cinayətlər yoxdur. Və bir növ özlərini aldadaraq, özlərinə təskinlik taparaq düşünürlər ki, əgər bu insanlar namaz qılırlarsa, Allaha güya ki, dırnaq arası istahiş edirlərsə, bu adamlara rüşvət almaq da olar, dövlətə xəyanət eləmək də olar, pozğuna görə, imişli pozğununa görə adam tutturmaq da olar. Yəni, bu insanlar dövlət üçün təhlükəli bir insanlardır. Mən heç vaxt müşahidə eləməmişəm ki, Azərbaycan dövləti və başda prezidenti olmağına kiməsə İslama qadağan eləsin. Tam əksinə şərait yaradılır, məscidlər var, namaz qılın. Amma ki, ələxüsus da bu hadisələrin baş verməyi birbaşa olaraq sübutdur ki, İslam altında qruplaşmalar yaradılmağın, İslam dini altında radikalizmin yaradılmasının düzgün bir yanaşma deyil məsələyə. Və gətirib nəyə çıxardır? Təxribata, terrorizmə, cinayətə. Heç bir dində rüşvət yoxdur. Olsun İslam, olsun Xristiyan dini, Budizm, belə bir şey yoxdur. Heç bir dində pozğuna görə adam tutturmaq yoxdur. Yəni, bu adamlar xəstədirlər, bildiyiniz xəstədirlər. Yəni, bu adamlar ruhan xəstədirlər. Bu adamların ilk növbədə düzgün həyata baxış tərzini düzəltmək lazımdır. Bu insanların həyata baxışını düzəltmək lazımdır. Yəni, mən həqiqətən dəhşət içərisindəyəm. Kim nə deyirsin, bu cəhətdən cənab nazir Vilayət Eyvazov çox düzgün addımlar atır ki, bu ləyaqətsizlərin qruplaşmaları barədə vaxtında tədbir görür. Əfsuslar olsun ki, son illərdə mən bunu müşahidə eləmirəm. Mən bunu qətiyyən müşahidə eləmirəm. Valla, mən özüm dəhşət içərisindəyəm. Belə bir banda ilə üzbəüz gəldiyimə görə, belə bir insanlarla rastlaşdığıma görə, mənim ünvanıma da çoxlu şərlər, böhtanlar atılıb, dəfələrlə şər böhtan atılıb, hansı ki, mənim ünvanıma atılan şərlər, böhtanlar heç bir əsası yoxdur. Mən hərbi məktəb oxumuşam, həqiqətən də 3 il hərbi məktəbdə oxumuşam. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində oxumuşam 2006-2009-cu ilə qədər. 2009-cu ildən 11-ə qədər Roma Simdə xidmət eləmişəm. Və sonra da yəni ki, hərbi biletimi götürüb mülki həyatıma geri dönmüşəm. Mənim heç bir özümün Milli Təhlükəsizlik Nazirliyinin heç bir əlaqəm yoxdur. Mənim ünvanıma atılan şərlər, böhtanlar hamısı əsassızdır.
Mənim hətta bütün kurs yoldaşlarım, hərbi yoldaşlarım, əsgər yoldaşlarım da bilirlər ki, mən hərbidə bir o qədər də nizam insanlı bir deyildim kursant olaraq. Ona görə də mən o vaxtı kombatımızla bağlı bir problem yaranmışdı. Mən hərbidən çıxmalı oldum. Bu qədər yəni. Mənim ünvanımda nə qədər şər böhtanlar atılıb. Güya mən MTN-də olmuşam, MTN əməkdaşı olmuşam. Hamısı mənim ünvanımla yalanlardır, böhtanlardır. Mən ümumiyyətlə inzibati bir an heç yerini tanımırdım bu ləyaqətsizlərlə tanış olmadan əvvəl. Bunlar xəstədirlər, bunlar gicilər, bunlar dəlidirlər, nədirlər? Hardan uydurulma şeylərdir mənim ünvanıma belə şeylər uydurub atırlar. Heç bir təsdiqi yoxdur. Mənim ailə üzvlərim bunu təsdiq edə bilərlər və s. Yəni bunlar hamısı əsassız bir mənalıdır ki, öz cinayətlərini gizlətmək məqsədi ilə mənim ünvanıma atılan şər böhtanlardır. Və yaxud da ki, lap tutalım ki, mən nə bilim ki, məsələn, köməklik göstərmişəm Milli Təhlükəsizlik dövründə, hər hansı bir dostum olub, tanışım olub, bu yenə bir belə deyək də, mən tərəfdən bir cinayət sayılmır axı. Bu cinayət deyil. Heç bir cinayət əsas daşımayan bir şeydir. Mən mülki azad vətəndaşam, mənim Milli Təhlükəsizlik dostum ola bilər, polisdə dostum ola bilər. Yəni mənim hər yerdə dostum, tanışım ola bilər. Bu o demək deyil ki, məsəl üçün, məndən kimlərsə nəyəsə görə mənə şər atılmalıdır və s. Xeyr, bu belə deyil. Mən buradan bizim dəyərli generalımız Əbülfəth Rızayeva səslənmək istəyirəm. Bizim dəyərli nazirimiz General Polkovnik Vilayətova səslənmək istəyirəm. İstəyirəm ki, tezliklə bu təxribatçı, anti-Azərbaycan mövqeyli, Azərbaycan xalqının birbaşa düşmənləri olan şəxslərlə bağlı tədbirlər görülsün. Yüksək xidmətinin rəisindən səslənmək istəyirəm ki, təcili sürətli olaraq postu tərk eləsin. Nazirin qəbuluna gedərək, cənab nazir Vilayət qəbuluna gedərək öz aldığı rüşvət barədə nazirə məlumat versin. Vilayət Övzov gözəl insandır, yaxşı insandır, qəlbi təmiz insandır. Hamı bilir ki, bütün Azərbaycan xalqı bilir ki, bizim cənab nazir General Polkovnik Eyvazov mərhəmətli bir insandır. Mən anlayıram ki, onun səhvinə görə onu bağışlayar. Mən bunu ümid edirəm. Amma işindən təbii ki, azad olunmalıdır. İşindən azad olunmağı barədə mən də məlumatlanım ki, Yüksək xidmətinin rəisi və onlarla əlbir olan şəxslər barədə qətiyyət tədbirlər görülsün deyə həbs qəti imkan tədbirləri görülsün və həbs edilsinlər. İndiki vəziyyətdə sizə başqa bir şey də izah eləmək istəyirəm. Bu bizim Alfons Yusif barədə. Deməli, mənə gəlib prokurorluqdan bəzi mesajlar. Hanı o prokuratura? Vot. Yəni bunlar hamısı boş SMS-lərdir mənə gəlib, vəssalam. Sadəcə boş SMS-lərdir. Yəni prokuraturadan gələn SMS-lər hamısı boş SMS-lərdir. Məciz Abdulov, İlyasov və s. Heç birinin əsası yoxdur və heç biri şeyə getmir. Daxili İşlər Nazirinin istiqamətində, amma əslində bunun özü də bir səhvdir. Prokurorluğa göndərilən məktub prokurorluq araşdırmalı idi. Bunu Daxili İşlər Nazirinə göndərməli deyildi. Bu addım atmaqla həmin o Yusifin də əlaqə nömrəsi burada qeyd olunub məndə. Budur, Yusif M. Buqar. Bu da onun əlaqə nömrəsi. Həmən bu Yusif bəyin, qohumunun aldığı rüşvətin və günün bugünə qədər prokurorluq səviyyəsində işə baxılmamağının səbəbkarıdır. Yəni, hər şey bu qədər sadə. İnşallah ki, bu təxribata son qoyular, bu şəxslərin cinayətləri üzə çıxar. Xaricdə əlbir olduğu şəxslər, hansılar ki, bunlarla əlbirdirlər, hansılar ki, bu şəxslər cəsusdular, öz vətəndaş məlumatlarını xaricə göndərməklə məşğuldurlar. Onlarla bağlı tezliklə qətiyyətli tədbirlər görürlər.